86 min. Məhəmmədidə yola 600 metr. Məktəbə 1 kilometr. Görürsünüz tam dəqiqliyi ilə deyirəm. Çünki suallar olur ki, məktəbə nə qədərdir, bağçaya, nə bilim, marketə. 600 metr yoladır. Yolda da ki, marketi də var. Avtobus şəhərə gedir. Qapısını çək, giriş qapısıdır. Həyətinə maşın girir. 2 sotdur. Amma 2 sotdan məncə biraz çoxdur. Sənətdə 2 sotdur. Belə qəşəng fasad görünüşü var evimizin. Bir dənə baxaq, podvalı beton styaşka olunub. Burada bax belə yer göstərilir. Burada gül çiçək əkmək üçün yeri də var. Kombisi orada qoyulacaq. Burada da belə əkin üçün yer, tam ehtaş. Qonşulardan da ki, heç şey görsənmir. Yəni, heç bir qonşudan heç görsənmir. Görsət podvalını zirzəmisini. Beton styaşka verilibdir. Artıq şeylərinizi qoyadsınız ora. Kim alsa Allah xeyir versin. 86 min təbii ki, aşağı yerdə olacaq. Gəl. Kim alsa Allah xeyir versin. Açıq rəngdədir, aboylar. Qapılar da açıq rəngdədir. Mətbəx. Yeri laminatdır. Mətbəximiz. Buradan terasa, yəni orada oturub durmağa da yeri var. Qonaq otağımız. Hardasa bir 20 kvadrat var qonaq otağı. Ölçüsü. 3 otaq. Birinci yataq otağı 4'ün 6 yarıma. Burası sanuzeldir. Aksesuarları görürsünüz ki, vardır. Qoyulubdur. Və valideyn yataq otağı bura ondan da böyükdür. Hətta burada bir pəncərəsi də var. Həyətinə baxan. Bura ondan da böyükdür. Gəlin gözləyirəm 070 858 31 44. 600 metr yola, məktəbə 1 kilometr hardasa yola da çıxdım market zad. Yəni 600 metrdən market zad da var. Kim alsa Allah xeyir versin. Sağ olun.